Kopenhagenin muzeylərinin biri möcüzələrə həsr olunub. Believe or not, inanırsan ya yox. Belə adlanan muzeydə qeyri-adi adamların tarixləri və qeyri-adi əl işləri nümayiş olunur. Ayağının baş barmağı ilə başını qaşıyan xanımdan tutmuş, ayaqlarını inanılmaz tərzdə qattalayan bəyə qədər. Tarix boyu nə ki əcaib insanlar olub, hamısının şəkli var burada. Qeyri-adi əl işlərindən isə mənim diqqətimi düymədən düzəldilən maniken çəkdi. Amerikanın Florida ştatında yaşayan Irene Freithof və onun qızı Teresa Tozer 960 saat vaxt sərf edərək 7989 düymədən belə maniken düzəldib bu muzeyə göndərdilər. Və düymə xanım muzeyin ən maraqlı eksponatına çevrildi. Amma sözsüz ki, Kopenhagenin ən məşhur manikeni o yox, Andersen'in ən sevimli nağılının qəhrəmanı Rusaliçka oldu. Su pərisi. 1912-ci ildə varlı mecenat Karl Jakobson Kral Teatrında Su Pərisi operasının balerinasını görüb belə bir heykəl düzəltməyə qərar alır. Lakin balerina Ellen Price heykəltaraşa çılpaq vitdə görsənməkdən imtina edib, ona yalnız öz üzünü, yalnız öz sürətini bəxş etdi. Və Karl Jakobson əlacısız qalıb çılpaq bədəni öz həyat yoldaşından daşa keçirtdi. Və beləliklə də bugün Kopenhagenin simvolu sayılan heykəli yaratdı. Başı məşuqəsinin başı, bədəni həyat yoldaşının bədəni.